Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Bu videoda iyunun 23-ü üçün Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı ətraflı məlumat təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, bəzi ərazilərdə küləyin arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 30-34 dərəcə isti təşkil edəcək. TED Azərbaycanın əksər rayonlarında da əsasən sabit və isti hava şəraiti müşahidə olunacaq. Aran rayonlarında gün ərzində havanın daha isti keçəcəyi gözlənilir. Qeyri saatlarında temperatur 19-24 dərəcə isti, gündüz isə 29-34 dərəcə isti arasında dəyişəcək. Bəzi ərazilərdə temperaturun daha yüksək göstəricilərə çatacağı ehtimal olunur. Dağlıq və Dahatəyi rayonlarda hava şəraiti əsasən əlverişli olacaq. Lakin günün ikinci yarısında bəzi ərazilərdə qısa müddətli yağış, şimşək və küləyin güclənməsi ehtimalı istisna edilmir. Səhər saatlarında bəzi dağlıq ərazilərdə zəif duman müşahidə oluna bilər. Qərb və şimal rayonlarında, o cümlədən dağlıq zonalarda hava şəraitində qismən dəyişkənlik gözlənilir. Yerli xarakterli yağıntılar və qısa müddətli göy gurultusu baş verə bilər. Bununla yanaşı, əksər yaşayış məntəqələrində gün ərzində günəşli hava üstünlük təşkil edəcək. Mərkəzi Aran bölgələrində, o cümlədən Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Beyləqan, Ağacabədi və ətraf rayonlarda isti hava şəraitinin davam edəcəyi gözlənilir. Günün ən isti saatlarında açıq havada uzun müddət qalarkən ehtiyatlı olmaq tövsiyə olunur. Kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar üçün hava şəraiti ümumilikdə əlverişli hesab edilir. Günəşli və isti hava əkin sahələrində işlərin davam etdirilməsi üçün münasib şərait yaradacaq. Bununla yanaşı, bəzi Dahatəyi ərazilərdə qısa müddətli yağış ehtimalı nəzərə alınmalıdır. Sürücülərə səhər saatlarında dağlıq rayonlarda görünüş məsafəsinin azalması ilə bağlı diqqətli olmaları tövsiyə edilir. Dumanlı hava şəraiti bəzi yollarda hərəkəti çətinləşdirə bilər. Beləliklə, iyunun 23-də Azərbaycanın böyük hissəsində hava əsasən isti və yağmursuz keçəcək. Ayrı-ayrı dağlıq və Dahatəyi rayonlarda qısa müddətli yağış və şimşək ehtimalı olsa da, ölkə üzrə ümumi hava şəraiti əlverişli qiymətləndirilir.